Bəli, bəli, gəzmişəm, dolanmışam, qatarla, qatara minmişəm. Ancaq birində də qatar düdüyün yadıma düşdü. Gündən bir gün gedirdim qatarla SV-də. Gecə gördüm ki, dağılmaq istəyir bu vaqon. Ağa Səlimlə gedirik. Ağa Səlim də yatıb. Söz ustası, meyxana ustası. Durğuzum Ağa Səlimi ki, bizim mindiyimiz deyəsən bu poyuz bıraxdı ya da, dağılır. Bu da yuxulu mənədir ki, başı qoyu yerə yatıb, vaqonu sürən özü duraqdı. Bilən ki, əhvalı şöyle olur. Gündən bir günü Masalı tərəfə toy danışmışam, toya gidirik. Dedim, Səlyanda o çıxacaqda Qızılgül var, bir iskan çay içək, həmi vətəndir, orada bir çay içək. Dayandıq elə 3 dəyə maşındır, dayanmış o. Doğrudan sağ olsunlar, varina, qənd, nə bilim, kamper, o Səlyan nobatları olur, pişirirlər belə, satırlar ona. Onunla da gətirirlər, qoyurlar belə, qəşək. Şuralar kimi rəis sirqənlə içən, varina ilə içən. Götürdüm mən də bir də bu nobatdan attım ağzıma, stəkanı götürdüm ki, biskan içimdə çay. Elə bir qurtum içəndə işlədim də nobatı. Gördüm, buradan içərdən incitdi nəsə. Demə, kəssi nədir bu? Bura, bu nobat olabsın kəsir də. Çox üzr istəyirəm, belə tüfürdüm ki, görüm qanamadı. Gördüm, bir də arı çobalayır. Arı, olmuş əhvalatdır. Arı girib o nomatın içərisinə, mən kişiləyəndə mənə buradan sancırdı. Vay, faciyə başlayıb. Biz də toya gedirik. Dilara şorzad qoyğunan ki, şişməsin. Belə suara çatanda gördüm, yox, bu tərəfimi şişib. Toya gedirik, nətər olacaq. Cəllavada çatanda güzgirəm, maşında baxıram, bu yan şişib də. Uşağa deyirəm, nağa rəssam. Saxladım mağazin qabağında. Deməli, dekan düşəcək oradan yarım kilo konfet al. Gecə əriyən konfet olsun. Yarım kilo oradan konfet al. Konfeti aldırdım, toy yerinə çatanda birini soydum, attım ağzıma, keçirtdim sağ tərəfə. Belənci. Belənci. Üstün yerə toy yəsi yad, analar, bacılar, qardaşlar, amma xoş gəlmişsiniz. Hamı deyir ki, Əsən müəllim, həmişələ səhə belə yaxşı görək, maşallah, maşallah, yaxşı. Pakruvat elədim, yəni bilmədilər. Ancaq sir gəldim ki, arı vurub bu yanda da. Arada əridicə, birinci soyurdum, atırdım ağzıma, yuqurlov qəliyirdim də. Belə yola verdim. Aslan müəllim, Bəlin Şirin, ümumiyyətlə, elə maşınımızla gedəndə, yəni başımıza nə əhvalatlar gəlib? Yəni maşınla uzun yol. Yadıma saldım.